Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el masumin el mükerremin siyumel huccah beqiyetillah fil aradin ruhi ve arvahul alemin li turabi maqdamihil fida ve la'natullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Biz adeten dindarlığın maddi, dünyevi, psixoloji faydalarından az danışırıq, bunu az təbliğ edirik. Bu səbəbdən dünyada rahat, firavan, ləzzət içində yaşamaq istəyən insanlar dinə az cəzb olunurlar. Biz dini uzun illər, əsrlər boyu hətta deyərdim, belə təbliğ elədik ki, insanlar düşündü, dindar olmaq istəyən dünyadan əl üzməlidir. Dünya həyatının ləzzətindən həmişəlik vaz keçməlidir. İnsanları kəskin seçim arasında qoyduq və bu da dinin ziddinə, əleyhinə bitdi bu məsələ. Dinin zərərinə bitdi. Halbuki biz çatdırmalıydıq ki, dindən imtina eləyən insan həm dünyadan, həm axirətdən məhrum olur. İlk növbədə dünyadan məhrum olur. Dindarlığı, dini, inancı tərk eləməyin əsas ilk təsiri dünyanın əldən çıxmasıdır. Dünyadan məhrum olmaqdır. Quranda belə bir söz var, xəsrət dünya vəl-axirə. Dünya və axirət ziyanına uğrayan adam. Dinsizlik dünya və axirət ziyanıdır. Nəinki dinsiz olub dünyada sözün tam mənasında uğurlu olmaq olar, amma axirətdə ziyan çəkəcəksən. Mümkün deyil bu şey. Dinsiz olub dünyadaykən keyfiyyətli həyat yaşamaq, həyatdan zövq almaq, tam mənada aram, rahat yaşamaq mümkünsüzdür. Çünki insanın potensialı, insanın dərinliyi çoxdur. O potensialı din işə sala bilir. İnsan öz vücudunun dərinliyindən, potensialından, tam gücü ilə dinsiz istifadə edə bilmir. İnsan dindən imtina elədikdə əvvəl dünyası xarab olacaq, sonra axirəti. Bunu biz təbliğ etməliyik, çatdırmalıyıq. Din insanın dünyasını abad edir, etmirsə din deyil. Biz bunu çatdırmalıyıq. Çünki dünyada dinsizliyin, dindən imtinanın əsas səbəbi nəzəri məsələlər deyil. Kimsə ola bilsin, desin, mən ateistəm, biri desin, mən deistəm, filanam, mənim filan şeyə iradım var. Amma bunun psixoloji səbəblərini araşdırdıqda görürsən, irad elmi deyil, bilirsiniz, nəyəsə başa düşməsin, belə deyil. Sadəcə olaraq dünya istəyir, din ona mane olur. Vəssalam, bu qədər sadədir məsələ. Dünya istəyir, din buna mane olur. İndi vicdanını sakitləşdirmək üçün deyir, mən dini qəbul eləmirəm, biri deyir, Allahı qəbul eləmirəm. Bu belə deyil. Dərinə gedəndə, biz qiyamət günü deyirləri, kafirlər cəzalanacaq. Ona görə ki, adam axı belə düşünür ki, bir insanın düşüncəsi belədirsə, düşüncəyə görə niyə cəza verirsən? Deyəcək, mən qəbul eləmirdim də dini, niyə görə mənə cəzalandırırsa? Ağlıma batmırdı. Bilirsiniz, Allah qiyamətdə o insanın ruhunun dərinliyini üzə çıxardacaq, o səbəblər görünəcək ki, hamısı mənəvi səbəblərdir. Mənəvi səbəblərdir və səbəb bu qədər sadədir ki,
yaşamaq istəyir, din də gəlir, mane olur, elə başa düşür. Və ona görə də dindən imtina eləməklə rahat yaşamaq istəyir insan. İstəyir, normal yaşasın, bir dəfə ona fürsət verilib. Bununla, dindən imtina eləməklə firavan, rahat, aram yaşamaq istəyir. Dinsizliyin əsas səbəbi dünya tələblidir. Dini dünyaya maniyə hesab edən insan dindən üz çevirir. Kökü budur. Kökü bundan ibarətdir. Nə qədər bəzəkli sözlər desələr də, mahiyyəti budur, məsələnin mahiyyəti budur. Amma bunu başa salmaq lazımdır ki, dünyanı istədiyinə görə dindən imtina eləyən adam aldadılıb, bağlını itirib. Onun nöqsanı onun ağlındadır, təfəkküründədir və onu aldadıblar, o yanlışlığa düçar olub. Niyə görə biz bu məsələni həll eləməkdə acizik axı? Niyə biz neçə illər, nə qədər müddət dini düz təbliğ eləyə bilmirik? Niyə biz təsəvvürü düzəldə bilmirik, əksinə körləyirıq? Bax, bu suallardır ki, ilk növbədə bizə, din təbliğatçılarına ünvanlanmalıdır. Və bütün dinlərlə bağlı vəziyyət eynidir. Bütün dinlərlə bağlı. Dinlər dünya ləzzətinin, firavanlığının, rahatlığının qənimi sayılır şuuraltı olaraq insanların beynində. Deyirlər ki, dindar olmaq üçün çox şeylərdən imtina eləməlisən, keçməlisən, güya məsələn bir istirablı həyat yaşamalısan. Tamamilə əsassız sözlərdir. Tamamilə əsassız sözlərdir. Digər dinlərin kitabları təhrif olunubsa, bizim də dini düşüncəmiz təhrif olunub. Nəticədə, praktikada nəticə eyni olur. Bizim kitabımız təhrif olunmayıb, amma təfəkkürümüz təhrif olunub. O kitab ki, qalıb ortada düzgün başa düşülmür, elə təhrif olunmuş kimi sayıla bilər. Praktikada özünü doğrultmur. Hərçənd ki, bizim kitabımız təhrif olunmayıb. Kitab olaraq heç olmasa qalıb, buna da şükür. O da zəhmətlər bahasına qalıb, məsumların ömrü bahasına qalıb, övliyaların fədakarlığı hesabına qalıb. Bu təhrifləri aradan aparmaq bizim əsas məsələmiz olmalıdır. Düşüncədə, düşüncənin təhrif olunması, yanaşmanın təhrif olunması, bu ilə biz mübarizə aparmalıyıq. Müasir dövrdə və hər dövrdə dinin əsas məsələsi budur. Dünya ilə axirət münasibətlərini düzgün çatdıra bilməmişik. Din və dünya münasibətləri, axirət münasibətləri. Şeytanın ən əsas silahı, əsas metodu bundan ibarətdir. Şeytan insanları dinsiz edir, necə? Bununla qorxudur, dinsiz edir. Deyir ki, din gəldisə keyfə yox, ləzzətə yox, əzaba, əziyyətə qatlaşmalısan, çətinlik içində yaşamalısan. Bunu təlqin edir. Nəğdi qoyub nisyanın dalınca deyir, qaçma. Nəğd dünyanı qoyub nisya söhbətlərə inanma. Bunları deyir. Və heç Allah da demir ki, nəğdi qoyub nisyanın dalınca qaçma. Allah da onu deyir də, yəni. Nəğd indi din özünü göstərməlidir ki, ona inanasan, onu qəbul edəsən. Şeytanın hiləsi çox zəifdir. Allah buyurur, İnnə keydə şeytan kənə dəifa. Şeytanın hiləsi çox zəifdir. Biz aldadılırıq. Biz yanlışa düçar oluruq. Əsas mövzu bundan ibarətdir ki, sənə danışılan yağlı vədlər var ki, cənnət belə, filan elə, sən ona aldanma. Şeytan sözü budur. Sən nəqd indi yaşayırsan bu dünyada, bunu qoyacaqsan, orada nə var, nə yox, hələ bilmirsən, ona ümidlə yaşayacaqsan, həyatı cəhənnəmə çevirəcəksən, dindar olub. Cəmaatı bu qorxudur. Cəmaat bunun əksini görsə, çoxunda problem qalmaz dinlə. Cəmaat görsə ki, həyatda zövq alıb yaşamağın, rifah içində, mənəviyyatla, maddiyatı uzlaşdırmağın yeganə yolu inancdır, dindarlıqdır. Dəli deyil ki, cəmaat öz kefindən qaçsın. Biz niyə görə deyir ki, Quran deyir, möminlər cənnətə gedir?
dindarlar cənnətə gedir, Allaha inananlar, salih əməl sahibləri cənnət əhlidir. Niyə görə? Çox elə düşünür ki, dünyadakı əzab əziyyətə görə bunu kompensasiya edir də Allah. Yaxşı, dünyada bir gün görmədiniz, cəmaat kef elədi, siz elə həsrətlə baxdınız cəmaata, indi gəlin üstünə əvəzində cənnət verin. Bizim din təbliğatımızın təməli bu olub. Yəni, səndən keçdi dünyada, sən neynəyəsən belə oldu da, sənki belə gətirdi, bəxtün gətirmədi. Baxdın, cəmaat yedi, içdi, gəzdi, kef elədi. Sən də dünyadakı həsrət çəkdin, əlin çatmadı. Allahın da ürəyi yandı sənə ki, yazıqdır da bu iki, heç olmasa axirətdə bunun nətərsə əvəzini çatdı, gəl cənnətə ürəyin aldı sanki. Dünyada çəkdiyi əzabların kompensasiyası kimi cənnəti qəbul eləmişik. Ki, Allah bizim ürəyimizi belə alır da ki, incimə, narahat olma. Sən cənnətə gəl, keç, dünyadakı əziyyətlərin əvəzi olsun. Bədbəxtliklərin əvəzi olsun. Halbuki belə olmamalıdır. Dini həyat tərzi adlandırılan bir yaşayış, həyat, həm maddi, həm mənəvi həyata ləzzət verməlidir. Ünsiyyətdə ləzzət verməlidir, ictimai münasibətlərə ləzzət qatmalıdır, maddi neymətlərə ləzzət qatmalıdır və hər şeyə, hər saniyə, hər dəqiqəyə. Bəs cənnətə niyə aparır Allah dünyada kef eləyən adamı? Nəuzubullah, Allah bəyəm xəsisdir ki, mütləq bədbəxt olub sonra xoşbəxt olmalısan. Harada yazılıb ki, bu qayda? Cənnəti niyə görə aparır? Çünki görür ki, dünyada bu insan ləzzətin nəhayətini daddı. Görür ki, bu ləzzət əhlidə, keçən dəfə dedim də, əyləncə yerinə kim gedir? Əyləncə əhli. Elm yerinə kim gedir? Elm əhli. Ədəbiyyat məclisinə, məclisi şüara olur, kim gedir? Ədəbiyyat əhli. Cənnət də ləzzət yeridir, ləzzət əhli gedər də ora. Ləzzəti bacaranlar gedər. O adam ki, bunun əhlidir. Allah da deyir ki, sən elə yerində bura. Sən ləzzətlə yaşadın, gəl davam elə də. Deməli, sənin yerin elə buradır. Allah belə təqdim edir. Allah dünyada aldığın ləzzətə mükafat olaraq ləzzət artırır. Dünyada görür ki, sən ləzzət alırsan, deyir, bu heyfdir, bu öyrəşib belə yaşamağa. Bunu indi sən ondan necə məhrum eləyərsən? Biz yaxşı gündə olanda anamız sevinmir, atamız sevinmir. Yaxşı gün, biz yaxşı gündə o sevinir. Allah atadan, anadan qat-qat mehribandır. Biz yaxşı olanda da sevinir və mükafat verir bizə. Yaxşı yaşayışımızın mükafatı cənnətdir. Bədbəxtçiliyimizin mükafatı yox, qarşılığı yox. Allahın mehribanlığı ilə bundadır. Ona görə övliyalar özlərini Allaha borclu sayırdı, yoxsa nə borc? Min cür bədbəxtçiliklə, biçarəliklə ibadət edəndən sonra sən Allahı özünə borclu bilirsən. Deyirsən, yaratmışsan, salmışsan mən işə, indi tələb edirəm cənnəti səndən. Bilirsiniz, niyə görə qiyamətdə hamı xəcalətlə cənnətə girir? Hamı deyir, axı, mən neynədim? Mən elə orada keyfimi çəkdim, indi də keyf verirsən mənə. Nəyə görə? Bax, borcluluq hissi buradan yaranır da. Ona görə bizim ibadətimizə ucub qarışır, təkəbbür qarışır. Ona görə ki, biz çətinliklə bunu eləyirik, elə bilirik ki, bunlar çətindir deyə hamını özümüzə borclu sayırıq. Qiyamət gününün ən böyük xəcaləti bunda olacaq ki, insanlar görəcək ki, ləzzət əvəzində ləzzət verilir onlara. Deyəcək ki, baxın, mən neynədim, məni sən tərifləyirsən, mən öz keyfim üçün elədim hər şeyi. Quran demir, in əhsəntum li ənfusikum. Kim yaxşılıq eləyibsə, yaxşılıq eləyən özünə eləyib. Yaxşılıq eləyən özünə eləyib. O qədər belə bir şeydir ki, mən hərdən görmüşəm, bəziləri dindarların hansısa bir ayin icra eləyən zaman, mən görmüşəm bunu, sosial şəbəkələrə baxın, məsələn, şaddılar, görürsən, gülürlər, bilir ki, bunlar da keyfdədir. Belə keyfdə olmalıdır da bunlar. Keyfdə bu mənada yox ki, cəmaatın dərdini çəkməsin, cəmaat pis vəziyyətdə bunlar keyfdədir. Bunlar elə cəmaata xidmət eləməkdən də keyf çəkirlər, ləzzət alırlar, acları doyurmaqdan da ləzzət alırlar, yedizdirməkdən də, geyindirməkdən də ləzzət alırlar. Başdan başa zövqdür, hər şeyləri, hər bir məsələləri zövqdür. Deyir, Əcəb, keyfdədir, indiki dindarlıq da nəm filan olub. Kim dedi ki, mənim dindarlıq istirab olmalıdır? Kim dedi? Bəli, həyat çətindir. Din gəlib həyatı asanlaşdırsın, gəlib bu çətinliklərə ləzzət qatsın, çətinlikləri ləzzətə çevirsin. Bu sözlər təkrar deyilir mənim tərəfimdən ona görə ki, bəlkə uzun illər lazımdır bunlar eşidilsin ki, bəlkə bizim təsəvvürümüz dəyişsin və bu ana mövzulardır. Din təkcə məntiqlə irəli getməyəcək, yadda saxlayın.
din insanların axtardığını verməyincə təsir olmayacaq valla. Nə qədər mən burada bəzəkli sözlər danışım. Elə bir müasir dövrdə xüsusilə növbənöv həyat tərzi təqdim olunur. Adamda da var axı, ləzzət almaq istəyir. Bunun haqqıdır bu. Haqqıdır. Biz isə başından vururuq o ləzzət hissinin, deyirik, sən oturduğun yerdə, sənin alnıva yazılıb, sən əzab çəkməlisən, sənə huri verəcəklər cənnətdə. Bu adam bunu cəzbə olmayacaq. Olacaq müəyyən tipi şansı, bəxti gətirməyən adamlar. Vay o gündən bəxti gətirməyən adamlar dinə doluşsun. Qisas hissi ilə, agresiya hissi ilə dindarlıq eləsin. Ki, mənim ki, gətirmədi. Bütün cəmiyyətə acıqlı, agresiv adamlar. Bu bizim təbliğatımızın nəticəsidir. Ondan sonra əlin ayağın yığmaq olmur. Qütbləşmə yaranır cəmiyyətdə. Narahatçılıq yaranır. Amma sən tamam əksini çatdırmalısan ki, həqiqət də elə budur. Gərək dindar elə bir keyfiyyətli həyat yaşasın ki, başqaları qibdə eləsin. Desin, əcəb keyfdədirlər bunların. Hər saniyəsi gözlərindən görünür bunlar keyfdədir. Hansı əməl daha fəzilətlidir, sual verirəm. O əməl ki, əməl eləyəndə daha çox ləzzət alırsan. O daha fəzilətlidir. Bu da sizin üçün bir təzə meyar. Məsələn, ata oğluna bir söz deyir, deyir ki, filan işi gör. Oğul sevinə-sevinə qasır eləyir. Deyir, atam tək məndən bir şey xahiş eləsin. Atanın ürəyinə qədər şad olur. Bir də var ki, zarıya-zarıya, ya içindən rahat ola, onu eləsin. Nə qədər əməli ləzzətlə eləyirsən, bir o qədər Allah razı olur, şad olur və mükafatı artıq verir. Hansı əməlin içində ləzzət daha çoxdursa, onun Allahın tərəzisində çəkisi ağır gələcək. Çəkisi çox ağır gələcək. Yoxsa bəzilə elə bilir ki, yazıqlar ləzzətdən əl çəkib, cəmaat keyfdədir, bu yazıqlar gediblər, dindarlıq edirlər, ibadət edirlər. Mən bir nəfər yazmışdı, keçən illərdə idi. Deyirdi, bu dindarları çox incitməyin, onsuz da yazıqlar çətin vəziyyətdədirlər. Cəmaat keyfdədir, bunlar namaz qıl, oruç tut, filan elə. Buradan da siz tənqid edirsiniz, ürəyi yanırdı dindarlara bizə ki, yazıqdılar. Bu təsəvvür var, doğrudan da belə bir təsəvvür var ki, onsuz da məhrumdular, biçarədirlər. Siz də bu yandan onlara tənqid eləməyin, təhqir eləməyin, ora-bura aparıb bağlamayın onları. Belə şeylər eləməyin ki, onsuz da bunlar ürəyi yaralıdır, bunlar dindar olub, belə ürəkləri yaralı olub. Bunların bəxti onu da gətirməyib ki, bunlar dindar olub. Bu kökündən səhv təsəvvürdür və bu səhv təsəvvür dəyişməyənə qədər, sözlər nə qədər məntiqli olsa da təsir eləməyəcək. İnsanlar o günə gəlib çatsın ki, görsün ki, bəh, bunlar nə keyfiyyətdir. Məndə olmayan yaşayış bunda var. Bu şeytan bizim qulağımıza nə pıçıldayıb ki, biz neçə illərdir bu mövzunu həll eləyə bilmirik özümüz üçün. Fəlsəfədən, irfandan başlayırsan söhbəti, yaradılış fəlsəfəsini necə deyir? Deyir, Allah feyz vermək üçün yaratdı da, bu qədər sadə. Deyir, feyzin mənbəyidir, istədi feyzini paylaşsın, yaratdı. Ləzzət bəxş etmək üçün yaradıb da, başqa nə əsası var yaratmağının? Ləzzət bəxş eləmək üçün, ləzzət vermək üçün. Bu ləzzət insanın ibtidai haqqıdır, insan ləzzət teşnəsidir. Allah deyir, mən səni yaratmışam ki, sənin ləzzət verim. Başqa mənim bir səbəbim yoxdur. İbadət tələb eləyir falan, bunlar hamısı o ləzzətə çatma vəsilələridir. Təsəvvür edin, bir Allah var, istəyir xəlq eləsin. Niyə xəlq eləyir? İstəyir ki, bundan ki, ləzzət almaq mümkündür Allahdan. İstəyir ki, yaratsın ki, o ləzzəti versin onlara. O bundan ötürüdür. Allah nəyəsə çatışmırdı ki, çatışmazlıq yox idi ki, deyə tələb üçün bizi yaratdı. Yox, Allah ehtiyacsızdır, bəxş etmək üçün yaradır və insan da onun tələb eləmə insanın haqqıdır. Amma günümüzdə xəstəliyə çevrilib, deyirəm də, keçən dəfələrdə demişəm, adamlar dərd çəkməklə gün keçirdir, ləzzət alır. Bəziləri dərdlə, belə deməyək, ünsiyyət yaranıb olanlar arasında dərdsiz yaşaya bilmirlər. Dərd icad edirlər özlərinə. Dərdlə munis olublar. Deyirəm də, işlər qaydasındadır, deyirsən, necəsəndir, belə də. Niyə deyirsən, belə də? Dinimiz deyir ki, deyirən, əlhəmdülillah, çox yaxşıyam, şükür Allaha.
Bu o demək deyil ki, sən hansısa bir ictimai problemləri görməyəsən, həll eləməyəsən, müti ol. Mütiliklə bunun əlaqəsi yoxdur. Problemin həll olunması ilə bunun əlaqəsi yoxdur. Ruhiyyə ilə əlaqəsi var. Elə ictimai problemlərin həlli də sənin yüksək əhval ruhiyyəndən asılıdır. Sən pessimizmə qapılsan, o məsələlərin də həllinə çalışmayacaqsan. Cəhənnəm necə bir yerdir? Sual verirəm. Cəhənnəm qəm yeridir. Qəm, qüssə yeridir. Cəhənnəm qüssədən ibarətdir. Qəmdən ibarətdir. Cənnət necə bir yerdir? Cənnət darul fərəhdir. Cənnət sevinc yeridir. Aydın olmadı məsələ. Qəm əhlini doldurur cəhənnəmə, sevinc əhlini cənnətə. Şadlıq əhlini cənnətə. Bu cəhənnəm nədir? Elə indiki, bax, içində cəhənnəmdir bu adamların. Kim ki cəhənnəmli idi indi, biz bilmirik axı. Kim ki bu dünyada indi cəhənnəmli idi, dəqiq, onun içi cəhənnəmdir. O qəmdən ibarətdir. Qiyamət nədir? Pərdə çəkilir, o qəm üzə çıxır, olur cəhənnəm. İçinin təzahürüdür də cəhənnəm, cənnətdə. İçində birinin toy bayramdır, ruh bədəndən çıxanda, o içinin şadlığı bayramı olur cənnətdə. Cənnət belə bir şeydir. Cəhənnəmdə için qəmidir. Bu insan qəmdən ibarətdir. Baxma milyonu var, gedir, gəzir. İçində cəhənnəmdir. Və bunlar cəhənnəmliklərdir. Nə içki ilə əlac eləyə bilir, nə o şeylərlə əlac eləyə bilir, heç nə ilə. O ki, deyir, üzr istəyirəm dönə-dönə. Quranda da var, çirk yiyərlər, irin yiyərlər. Bu hamısı qəmin müxtəlif adlarıdır. Qəm, bax, həmin o çirkinliklərdir. Ruh üçün o irin misalındadır. Ruhu o vəziyyətə qoyur qəm. Həsəd qəmi, nə bilim mən, həsrət qəmi, onun bunun tamah qəmi və s. Bunlar hamısı qəmlərdir. Allah deyir ki, mənə tapşır bu şeylər. Bunların qəmini çəkmə, yaraşmır sənə. Xatirin aram olsun, xatircəm ol. Mən sənin işlərimin xırdalığınacan səndən yaxşı bilirəm. O xırda işlərimiz var, Allah deyir, təfərrüatınca bilirəm mən. Problemlərim də mənə məlumdur hər şey. Biz çox böyük adamları görürük, xırda işlərlə məşğul olmur. Allah da elə bilir ki, başı nəyəsə qarışıqdır. Onun mənim o xırda problemimlə nə işi var, problemimlə. Halbuki, Allah elə, ona görə Allah da elə təsəvvür elə ki, sən və o var. İkiniz varsınız, o səninlə məşğuldur. Hər şey Allah deyir, mən bilirəm də, harada nə problemlər, hamısı mənə əyandır, məlumdur. Sən zihni bunlardan azad elə, mənə tapşır, ləzzətlə yaşada. Niyə sənə aid olmayan məsələlərlə beynini məşğul edirsən? Sənin problemin sənə aid deyil, mənə aiddir, Allah deyir. Sənin problemin mənim məsələmdir, sən deyil. Sənin problemin sənə aidiyyəti yoxdur. Və bundan açıq necə deyim, necə ifadə edeyim? Allah bizə deyir ki, sən bu problemləri var, onun sənə dəxli yoxdur, mənə dəxli var. Mənə dəxli var, mənə həvalə elə. Beynini də sənə aid olmayan işlərə məşğul eləmə. Beynini sənə aid olmayan məsələlərlə doldurma. Sənə aid olan başqa məsələlər var. Sən zövq alınması, alınası şeylərdən fikirləşməlisən. Zehnini azad elə ki, adam var təfəkkürdən zövq alır ki, zehni azaddır. Elə məsələlərdən fikirləşir ki, o düşüncəsi belə ləzzət. Yoxsa ki, o necə olacaq, ay Allah? Allah deyir, sənin işindir o. Sənin işin deyil, mənim işimdir. Mənim işim özü. Sənin problem sənindirsə, dərdi mənimdir, həlli mənimdir. Müşkül mənim məsələmdir. Sən beynini doldurma. Adam var yox, zehni azad olanda, oturub plan qurur, necə günah eləyim. Zehni azad olanda da kimə bir dənə əziyyət verim. Allah eləsin, onların zehni məşğul olsun ki, cəmaat amanda olsun. Amma Allah ne üçün istəyir bizim zehnimizi azad eləsin? İstəyir fikrimizi aram eləsin ki, yaxşı şeylər fikirləşək. Fikirlərimizdən zövq alaq, xatircəm olaq, aram olaq. Bütün səsləri almaq lazımdır ki, Allahın səsini eşidək, onun səsindən zövq alaq. Səsləri almaq lazımdır. O səslərin bizə aidiyyəti yoxdur. Nə övlad dərdi, nə... O mənada yox ki, biganə yaşayasın. Yox, biganəli deyil bu. Özü aid olan fikirlərlə məşğul olasan, yersiz şeylərin dərdini çəkməyəsən. Sənin heç bir probleminin sənə aidiyyəti yoxdur, bir daha deyirəm. Sənin problemimin sahibi var. Bunu bir dəfəmlik başa düş. Onun dərdini çəkməklə özünə cəhənnəm eləyirsən hər şeyi. Yoxsa ki, dərd, qəm ondan nəyə pənah aparır? Şəraba, rəqsə, musiqiyə, onu tutub da dünyanı. Və əlac da eləmir.
Əlac eləsə deyirsən dörd yar. Yox, əlac eləmir. Onun o rəqsin, musiqinin qəmi, qüssəsi sonra 2 qat artıq olur. Güya bu istəyir stresdən çıxsın. Məhrəm, naməhrəm qarışır. Yeri gəlmişkən yadıma düşdü bunu deyim. Ki, mənlə ömrümü sərf edib mənim çıxışlarımı axtarasan ki, nə problem çıxardın bunun üçün. Yəni adam da var, elə bilir ki, ömrünü bu işə sərf eləməlidir. Nə bilim, valla təəccüb edirəm. Hansısa verilişdir. İnanın, yadımda qalmır, harda olub. Baxıram, deyirəm, bu haraydı görəsən. Oradan kəsib ki, xanım soruşur, aparıcı ki, rəqs eləmək qadın kişinin bir yerdə halaldır, haram. Mən də ilk növbədə adətən verilişlərdə həmişə Qurandan soruşurlar ki, Quranda bu var, cəmaat. Mən də Quranda belə bir ayə yoxdur bunu qadağan eləyən. Şəriətimiz bunu məqbul saymır. Bir şey məqbul, yəni qəbul eləmir. İndi ifadəmdə ola bilsin ki, gərək deyərdim ki, haramdır, Allah rəqs eləyənlərə lənət eləsin. Belə deməmişəm də. Demişəm, məqbul deyil. Şəriət bir şey məqbul deyilsə, deyirik, şəriət bunu qəbul eləmirsə, deməli bu haramdır. Sakitləşin. Mən heç zaman indiyə qədər heç bir hökmdə, şəriət hökmünün heç birində nəsə təhrif eləyib, kiməsə xoş gəlsin deyə şəriət hökmünü dəyişməyin yükünü çiynimə götürə bilmərəm. Bizdən sadəcə bu şəriət mövzusunda veriliş deyildi. Dedim, geniş izah da elə bilməyəcəm ki, niyə görə bunlar haramdır falan. Elə dedim, ötdüm üstündən keçdim ki, bu dərindir də, gərək başa salasan ki, bax bu niyə görə qadağandır. Yoxsa deyəcək, əşi yaşamayaq indi məsələn. Bunu da qoymuşsunuz eləməyə. Halbuki başa salmaq lazım olacaq ki, elə yaşamaq budur ki, belə şeylərdən uzaq olasan filan. Qısa dedim, keçdim üstündən. Yəni, mən bunu ne üçün deyirəm? Onlara cavab kimi yox. Sual yaradır bəzi möminlərdə ki, bəyəm siz deyirsiniz, olar deməmişəm və demirəm də. Və düzgün də deyil, haramdır, qadağandır, şəriətimiz bunu qadağan edir. Orada da onu səsləndirmişəm. İnsan ləzzət almırsa həyatından, yaşayışından, zövq almırsa, o insan mütləq harama pənah aparır, haramda ləzzət axtarır. Bilirsiniz, özünü oda közə vurur ki, nədənsə ləzzət alsın. Bax, bu narkomaniyada belədir. Bütün bu problemlər o ləzzət teşnəliyinin nəticəsidir. Ki, insan onu axtarır və şeytan bax, burada çaşdırır adamı. Burada azdırır adamı ki, görür ki, sən axtarırsan, səhv ünvanlar göstərir. Bax, bu məsələni dinəlli eləsə, adamların dərdi qalmaz. Ona görə də İmam Zaman dövründə günah olmaz. Çünki dindən tam gücü ilə bəhrələnəndə bəşəriyyət günaha ehtiyacsız olduğunu başa düşəcək. Nəinki gəlib İmam Zaman bir möcüzə yaradacaq. Demirəm, keçən dəfə dedim, bir dostumuz yazmış ki, belə şey mümkündür. Bir alimin çıxışını göndərmişdi mənə ki, o deyir ki, günah eləməyəcək insanlar. Deyirəm, valla mümkündür. Bu günahlar ki, çoxunu biz eləyirik, onlar bizim ehtiyacımız deyil. Elə bir zehniyyət formalaşıb, təsəvvür, təbliğat səhv gedib və belə bir şeylər təbliğ olunub ki, həyat zindandır, ləzzət günahdadır, cəmaat ona gedir. Birdən görsələr ki, o ləzzət alma hissini din tam gücü ilə təmin edir, cəmaat xəstə deyil ki, əksəriyyət dəli deyil. Təbliğatla başını xarab eləyiblər, beyinlərini xarab eləyiblər. Din deyir ki, sən doğulandan ləzzət al, ta axıra qədər həmişə ləzzət al. Sən doğulandan dünya həyatında ləzzət al, ondan sonra canın çıxanda sən gedirsən əbədi ləzzət məclisinə. Göz açırsan, görsən şəhidlər oradadır, övliyalar, peyğəmbərlər, imamlar. Deyirlər ki, adamın ən ləzzətli anlarından biri can verən an olmalıdır. Ki, gözü açılır, görür ki, mənim dünyada çəkdiyim ləzzətdən qat-qat artığı məni qarşıda gözləyir. Mən şəhid analarına təsəllik demirəm, bunu bəşarət kimi hər məclisdə demək olar ki, bizlə şəhid məclislərinə gedənlər bilir, mən bunu demişəm, hədislərdə var ki, şəhidin arzusu var, dünyaya dönsün. Hamı təəccüblənir ki, şəhid neynir dünyanı? Axı, möminlər dünyaya dönmür, istəmir. Şəhidin arzusu var, dünyaya dönsün, bir də kafirlərin arzusu var. Kafirlər arzulayır, bir də şəhidlər. Deyirlər, bunun nə uyğunluğu, kafir niyə arzulayır, şəhid niyə arzulayır? Kafir arzulayır ki, gəlsin, işlərini düzəltsin, əməllərini, götdü, gördü də həqiqəti. İltimas eləyir, xahiş eləyir ki, qaytar məni dünyaya, gedim düzəldim də, namaz nə deyirsən, onu eləyim. İndi gördüm. Amma Allah maraqlıdır, deyir, qayıtsa yenə eləməyəcək. Bu da maraqlıdır məsələdir. Amma hər halda xahiş eləyir Allahdan ki, qaytar, mən düzəldim. Bəs şəhid niyə arzulayır? Hədis cavab verir. Deyir, şəhid Allaha qovuşan anda, ruh bədəndən çıxanda o qədər şiddətli ləzzət alır ki, o ləzzətin dadı damağında qalır. Deyir, Allah məni qaytar, təzdən şəhid elə. 100 dəfə bu proses davam eləsin. Dönmək istəyir şəhid olmaq üçün. Dönmək istəyir təzdən şəhid olmaq üçün.
Çünki ləzzət dolu yaşayış və ləzzət dolu keçid və ləzzət dolu əbədiyyət. Budur insanın taleyi, insanın payına düşən budur. İnsan bunun üçün xəlq olunur. Və çox uzatmayayım, bunlar hamısı müqəddimə idi. İnşallah ki, bəhs sözü müqəddimədən qısa olar. Bunlar hamısı müqəddimə idi. Bütün bunların hamısını deyəndən sonra onu demək istəyirəm ki, ləzzətli yaşamağın, aram yaşamağın yollarından biri təvəkküldür. Biləsən ki, iş sənin yox, onun əlindədir. Bunu biləsən. Onda bir çox qəmdən adam azad olur. Bax, gör kimin əlindədir işlərin. Səni sevən və güclü Allahın, gözəl Allahın, gücü hər şeyə çatan və səni sevən Allahın. Əli əleyhissalam hədisdə buyurur ki, vaxt yoxdur, ərəbcələrini demirəm. Buyurur ki, təvəkkül eləyən üçün əzab əziyyət yoxdur. Necə əzab əziyyət yoxdur? Təvəkkül eləyən üçün, keçən dəfə dedik, təvəkkül bir çox problemlərin həllinə səbəb olur. Biz elə bilirik, təvəkkül haldır, hadisələrə təsir qoymur, yox. Sən kimdənsə çəkinəcəkdinsə, o sənə ziyan vuracaqdır. Sən dedin ki, Allaha təvəkkül, o mənə nə edir? Allah dedi ki, o sənə zərər vurmayacaq. O səni vuracaqdır, vurmadı. Hadisəni dəyişdi Allah. Sənin halınla dəyişdi. Bu bir, onun əzabından amanda qaldın. İkincisi də budur ki, sən təvəkkül eləyəndə heç bir problemdə özü üzməyəcəksən. Əmin olacaqsan ki, işə baxan var, iş onun əlindədir, o qüdrətlidir və əzizdir və məni sevir, məni çox istəyir. Təvəkkül adamı hərislikdən azad edir, qorxudan, həsəddən, xəsislikdən. Qəmin bütün ocaqları nədir? Qorxudur, həsəddir, hərislikdir. Allaha işi tapşıranda bu həsədin ocaqları, üzr istəyirəm, qəmin ocaqları sönür hamısı və sevinç gəlir qəlbə. Bizim motivasiyamız nədir işləmək üçün? Hərislik. Biz işləyirik ki, daha çox dünyaya sahib olaq. Din də deyir, hərislik pisdir, zahid ol. Bunu da deyəndə deyirlər ki, dünyaya biganə olundu, onda motivasiya nə olacaq işləmək üçün? Din daha ali motivasiya təklif eləyir. Deyir ki, Allahla müamilə elə. Allahın sözü var, deyir sənə ki, işdə, onun üçün işdə ki, sən sevdiyin, səni sevən varlıq sənə əmr eləyib ki, işləmək lazımdır. Onda gedirsən işə görsən ki, işin alınmayanda da sən ziyan eləməmsən. Sən onunla müamilə halındasan Allahla. Onun üçün çalışırsan. Ruzunu da o verir. Təvəkkül ayəsi nazil olanda sahabələrin bir qismi işləmədi. Getdi evində oturdu. Dedilər ki, da biz işləmirik. Peyğəmbər neçə dəfə ömründə çox narahat olub, biri də buradaydı. Çox narahat halda gəldi, dedi ki, niyə işləmirsiniz siz? Dedilər ki, biz təvəkkül ayəsi nazil olub da. Peyğəmbər narahat oldu. Kim dedi ki, təvəkkül elə, yəni işləmə? Harada bunu dedilər? Bəs sənin inkişafın, yaradıcılıq qabiliyyətin, sənin həyatının o dinamikası, bilirsiniz niyə? Ruzu dərdi çəkməyib işləyən adam başlayır başqa şeylər üçün işləməyə. Onun içində olan yaradıcılıq inkişaf eləyir, onun içində olan o müxtəlif istedadlar üzrə çıxır, daha çox təmərküzləşir bu məsələlərin üzərində. Yoxsa nəticədən asılı vəziyyətdə qalmır. Peyğəmbər narahat oldu orada. Axırıncı sualım budur. Bugünkü söhbətin axırıncı sualı budur. Allah niyə belə eləyir? Deyir, işdə və təvəkkül elə. Olmaz da desin ki, işləmə, təvəkkül eləmə. Bəyəm qüdrəti çatmazdı ki, sən heç nə eləmədən o versin. Allah niyə deyir ki, hətta problemin var, get mömin qardaşı var, dostu var, deyən ki, mənə borc ver. Heç bir qəbahəti yoxdur. Heç bir qəbahəti yoxdur. Adam adamdan borc istəyər, kömək istəyər. Heç bir qəbahəti yoxdur. Adam da adama yardım eləyər, kömək eləyər. Düzdür, bəzən borc illərlə indi qayıtmamağa adət olub. Borcu qaytaranda təəccüblənirəm mən. Deyirəm, ay Allah, nə əcəb ki, məndən borc alıb kimsə qaytardı. Alanda Peyğəmbərə, imama hamısını and içir, qaytaranda sənlə dava eləyir. Deyir ki, niyə borcu istəyirsən məndən? Belədir, indi dünyanın işi belədir. Amma din deyir ki, borc istə, get kiminsə qapısına, problem üçün çalış, həlli üçün və təvəkkül elə. Niyə? Kənç deyərdi, otur təvəkkül elə. Heç nə eləmə. Gələcəkdə. Mənim qüdrətim çatardı, evdə oturanda da sənə çatdırım. Niyə görə belə deyir? Bilirsiniz niyə görə? Çünki biz iş görəndə istər-istəməz işimizə arxalanırıq.
Bizim işimiz kimdənsə keçəndə, istər-istəməz kiməsə arxalanırıq. İmtahan burada meydana gəlir də. Deyir ki, get, amma arxalanma. Bununla sınır da bizi. Oturub təvəkkül eləmək asan olardı. Deyir, get qapısına, amma zərrə qədər onun əlində bilmək işi. Buradadır, imtahan buradadır. Axı, biz işimizi necə dəqiq ustalıqla, mahir şəkildə eləmişik, istər-istəməz adamın arxalanmağı gəlir öz işinə ki, mən gör, neynədim, zərgər dəqiqliyi ilə iş qurdum. Burada səni sınağa çəkir də, deyir, işdə çalış, amma elə bil ki, heç nə eləməmişsən, təvəkkül eləyəndə elə. Bu ilə səni imtihana çəkir. Vasitənin qapısına göndərir, deyir, vasitə kimi bax. Vasitənin qapısına göndərməsəydi də asan olardı məsələ. Belə məsələnin maraqlı tərəfi bundadır. Məsələnin maraqlı tərəfi bundadır. Təvəkkül nə ilə imtihan olunur vasitələrlə? Vasitələrlə. Deyir, vasitələrlə iş gör, amma onlara söykənmə. Onlara arxalanma. İşdə işivə söykənmə. Kiməsə denən, amma dediyin adama söykənmə. Hamı deyir ki, filan kəs sənin problemini həll edəcək. O saat demə, ay Allah, filan kəs, sənə qurban olmuyor, öyle demə. Get qapısına, sözü de. Amma ürəyim buz kimi olsun ki, mənim işim bunun əlində deyil. Problem bundadır, var. Gedirsən qapısına onu ümid eləməyə. Ümidi başqa yerə eləyə. Ged deyəndə onu nəzərdə tutur ki, sən bu təvəkkül hissin burada imtihan olunsun. Hünər bundadır, təvəkkülün hünəri bundadır. Bir nəfər İmam Sadiqin sahabəsinə dedi ki, pulum yoxdur, gəlmişəm imamdan təhsil almağa. İmamın sahabəsi soruşdu ki, bəs nəyə ümid varsan, dedim filan kəsə. Dedi ki, bil ki, sənin ümidin doğrulmayacaq. Çünki İmam Sadiq əleyhissalam buyurur ki, kim kimə ümid eləsə, Allahdan başqa Allah onunla ümid eləyər. Ola bilər o işi düzəldər, amma naümid olacaqsan. Mütləq düyünə düşəcəksən. Kimsə kiməsə ümid eləyərsə. Allah deyir, get kiminsə qapısına, amma söykənmə. Qapısına getdiyin adama söykənmə. Maraq bundadır. Gözəl həyat budur. Xəstəsən deyir, get həkimə. Amma həkimə söykənmə. Ümidi bütün filan kəs güclü həkimdə eləyəcək, belə demə. Gedək, yaxşısın seç. Amma bir zərr, elə bil həkimə getməmsən, ümid eləyəndə elə. Evdə oturub sağalmaq gözləyərdin, ha. Heç bir vasitəyə müraciət eləmə. Necə ümidin Allaha olardı? Get deyir, amma eyni şəkildə ümid elə. Məsələnin problemli tərəfi bundadır, çətinliyi bundadır. Allah deyir ki, hədis-i qudsidir, deyir, bir kəs görsəm ki, niyyətində hamıdan qopub, mənə təvəkkül edib, işi mənim öhdəmdə də onu əllə edəcəm, narahat olmaz. İş gör, amma heç kəsin əsiri olma, azad ol da, onda keyflə yaşayacaqsan. İş gör, amma bütə çevirmə, işivi də, iş gördüyün adamları da, vasitələri də, bütpərəst olma. Bizim çoxumuz bütpərəstik bu mənada. Bütpərəst təkcə heykəl yonub ona səcdə eləmək deyil. Biz vasitələrə o qədər önəm veririk ki, bütlərə çeviririk onları. Bütün əsarətində keçən həyat da azı keçir. Amma azad elə özü, bir mərkəzə bağlan, qəlbi aram elə, rahat, zövqlə, keyflə yaşa, işində dalıca get, çünki getməlisən. Ruzunu yetirən belə istəyib. Mən buna görə gedirəm. Sadəcə o belə istəyib. O belə istəyib, onun istəyini yerinə yetirirəm. Sözümü bitirirəm. Həccə gedənlər Allah qismət eləsin də bu xəstəlik keçsin. Həccin də əhval-ruhiyyəsi yaxşı olsun, indiki kimi olmasın. İnşallah qismət olsun, gedək həcc ziyarətinə. Orada səy var iki dağın arasında. Bir dənə əməl qərar verib Allah ki, içində nə qədər dərs var. Həmişə mən orada danışanda, hələ dediklərimiz də hamısı deyil, yəni bir qismidir. Səfa Mərvə dağlar arasında səydardır əməlin. 7 dəfə dolanırsan və sonra təksir edib bitirirsən də, ümrəndə həccin əməllərindəndir o. O, bilirsiniz ki, Həzrət Hacərlə bağlıdır. Çox böyük hikmət var o işdə. Həzrət Hacər görüb uşaq susuzundan yanır, iki dağın arasında 7 dəfə qaçıb su axtarıb. Amma su hardan çıxıb, axtardığı yerdən yox, uşağın ayağının altından çıxıb. Sənə böyük hikməti başa salmaq istəyir ki, bir şey istədinsə, get ona tərəf, amma getdiyin yeri ümid eləmə. Sən gedirsən, sadəcə getməlisən deyə gedirsən. Getməlisən deyə. Hətta hərdən belə getməli yerdən də əldə eləsin, hesab eləmə ki, sənin hesablamağa görə oldu. Bu məsələ bu çətinliyi bundadır. Zahirən hər şey sənin işinin nəticəsidir, amma sənin yenə də işinin nəticəsi deyil.
Yenə də onun hesab kitabı var. Sən ayda necə maaş alırdın, o necə təqdirdir, Allahın təqdiridir. O gördüyün işində təqdir, o Allahdan birbaşa gəlir. Sən ortada səy eləyirsən və o zəmzəm deyir, gəlir, qaynayır uşağın ayağının altından. Allah başa salır ki, hərəkət elə, hərəkəti var, arxalanma. Səndən hərəkət elədin deyə, su buradaydı, onsuz otursaydın, verməyəcəkdin. Amma sən hərəkətin deyildi. Sən hərəkətin vasitədir ki, mənim rəhmətim sənə tərəf gəlsin. Hərəkətindən heç nə, nəticə birbaşa ondan asılı deyildi, məndən asılı deyildi. O səyin fəlsəfəsi budur. Bir fəlsəfəsi də budur ki, haşiyə çıxım. İki dağın arasında hərəkət elə, yəni prinsiplər var, qırmızı xəttləri keçmə. Hərəkətdə qırmızı xəttlər var, çərçivə var. Hər yola əl atma. Ona görə Səfa və Mərvə iki dənə hədd qoyur. Burada hərəkət elə. Hərəkət elə və ondan sonra nə deyir? Axırıncısı da nədir? Təqsir. Təqsir nədir? Saçdan, dırnaqdan kəsirsən, çıxırsan ehramdan. Saçdan, dırnaqdan kəsməyin də təqsirin mənası budur. Bizim sözümüzdə təqsir yoxdur, təqsir. Qüsur. Yəni, yenə də qüsurlu bir işi, şişirtmə işi. Çalış, nəticə də olur, amma özünə arxalanma, yenə də təvəkkül mövzusudur. Mən nəsə elədim demə. Yenə də iş təqsirlə bitir. İşi görəndən sonra denən heç nə eləmədim. Heç nə eləmədim, böyük bir iş görmədim. İşlərin zahirin məsələsinə baxma. Baxırsan məsumların həyatına, İmam Hüseyin o boyda cəmiyyətə xidmət eləmişdi. İmam Həsən bütün Mədinəni təmin edirdi də, bütün Mədinənin təminatı, o insanların problemi, dərdi, süfrəsi açıq idi. Yəni bir məhəllədə bir axsaqqal olar, hamı onun qapısına gələr, məhəllədə bütün cəmaata qulluq eləyər, xidmət eləyər, axsaqqallıq eləyər. Onu aparıb dəfn eləyəndə ona hörmətsizlik olsa, cəmaat necə eləyər, deyər, bu bizim. Amma eləmədi də cəmaat orada. Cəmaat o hörmətsizliyi qəbul elədi. Zahirən baxsın, deyərdin ki, imamın zəhmətə hədər oldu, amma elə deyil. Elə deyil. Getdikcə də görəcək ki, bunların heç birinin zəhmətə hədər olmayıb. Anında ola bilər, nəticə verməsin, gec versin. Amma təvəkkül eləyən heç vaxt ziyan eləmir. Təvəkkül eləyən mütləq nəticəyə çatacaq artıqlamasıyla. Məsumların siləsi yolu buydu. Onlar heç kəsə arxalanmadılar. Düz bildiklərini eləyib Allaha təvəkkül elədilər. Allah da ömürlərinə bərəkət verdi ki, bugün görürsən ki, İmam Hüseynin adı dünyanı tutur, qəlbləri fəth eləyir. Ona görə ki, Allah üçün idi işi. Və heç bir kəs də o nuru söndürə bilmir. Və söndürə də bilməyəcək, çünki o nur Allahın nurudur. Allahın nuru da sönəcək bir şey deyil. Və bu təvəkkül haqqında danışdığımız məsələ, inşallah gələn həftə Allah bizə ömür versə. Bunu deyim, yadıma düşdü elə gələn həftə demişkən, gələn həftədə mən xaricdə səfərdə olmalıyam. Gürcüstanda şəhidlərlə bağlı tədbir var. Elə cümə gününə düşür dönməyimiz. Mən bilmirəm, saat 2-nin yarısına dəqiq çatmayacam. Yəqin ki, saat 2-də başlayar. Xütbə düzdür, namazla xütbə arasında fasilə biraz çox olacaq. Onu da nəzər alıb mən qısa eləyərəm ki, 3-ün yarısına bitirək. Amma kim də qala bilərsə qalar, qalmayanlar da. Qorxuram, sadəcə bunu danışa-danışa ki, 2-yə də gəlib çatmayam. Ona görə hər bir halda saat 2 nəzərdə tutaq, çatmasaq da, çatmarıq da Allah bağışlasın, bizi üzürcü sayarlar biz inşallah. Allahümme inna nes'aluke ve ned'uke bismikel azimil a'zam el-a'azzil ecellil ekrem ve bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Aqibətimizi xətmi bi xeyr elə. Kimlər ki bizdən dua istəyiblər, hamısının hacətlərini rəva elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. Ordumuzu, əskərlərimizi hifz elə. Yaralı qazilərimizə şifaya acil mərhəmət elə. Bu xalqla hər vasitə ilə, hər rəngdə, hər növlə mübarizə aparanlar, bu xalqa xəyanət eləyənləri zəlil elə.
Biz onların şərrindən hifz elə. Bu xalqa xidmət eləyənlərin dünya və axirətlərin abad elə. Hər kimin ürəyində nə dərdi var, nə hacəti var, istər bu məclisdə olan, istər məni evlərindən dinləyənlərin, hamısının hacətlərini rəva elə. İlahi, bu bəlanı, bu xəstəliyi də tezliklə insanlıqdan bizdən uzaq elə. Tezliklə ziyarətgahlarda, məscidlərdə ibadət eləmək neymətini bütün xalqımıza arzu